Qərb Rusiya planı üçün Paşinyanın hegemonluğuna sustu. Azərbaycana qarşı növbəti ikiyüzlülük. 2025-ci ildə Ermənistanın siyasi mühitində ciddi dalğalanmalar baş verdi. Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərini meydandan sıxışdırmaq, neytrallaşdırmaq kimi cəhdləri bir sıra həbslərlə müşahidə olundu. İl boyunca müxalifətçilər, din xadimləri, ictimai fəallar, keçmiş dövlət məmurları, merlər müxtəlif ittihamlarla həbs edildi. Cari ilin yaz aylarında Paşinyan kilsə qarşıdurması yeni gərginlik fazasına qədəm qoydu və 25 iyun tarixində başda Baqrat Qalstanyan olmaqla 13 din xadimi həbsə göndərildi. Onlara hökuməti devirmək, silah və partlayıcı vasitələr toplamaq, sabitliyi pozmaq, konstitusiya quruluşunu devirmək ittihamları irəli sürülüb. Kilsə xadimlərinin həbsi bununla da bitmədi. Eyni zamanda yay və payız aylarında, son olaraqsa dekabr ayında növbə ilə Mikhail Ajapahyan, Arşak Xaçatıryan, Triç Proşyan kimi kilsə xadimləri də müxtəlif maddələrlə həbsə göndərildi. Hökumət bu addımları ölkənin təhlükəsizliyi, dövlət çevrilişinin qarşısını almaq, terror, zorakılıq və xaos planlarının qarşısını kəsmək kimi təqdim eləsə də, geniş ictimai rezonans əksini söylüyor. Ölkədəki repressiya dalğasından danışır, Qərbi bu məsələdə susmaqda ittiham eləyirdi. Qərb isə Ermənistanla bağlı məsələlərdə hər zaman olduğu kimi bu dəfə də vədinə xilaf çıxmayaraq susqunluğa üstünlük verdi. Hətta İrəvana səfər eləyən Qərb dövlətlərinin, beynəlxalq təşkilatların nümayəndələri belə bu məsələdə bir kəlmə işlətməməyi daha üstün tutdular. Kilsə xadimləri ilə yanaşı həbslər və repressiya dalğası keçmiş məmurlara, rütbəli dövlət xadimlərinə, keçmiş siyasətçilərə və siyasi fəallara da çatdı. Məsələn, Gümrü meri Vardan Qukasyan rüşvət və qanunsuz tikililərin legallaşdırılması ittihamı ilə həbs edildi. Keçmiş baş nazir Hovik Abramyansa vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə qarşı-qarşıya qaldı. Milli qəhrəman general Tiran Xaçatıryansa 2020-ci ilin 44 günlük müharibəsində səhlənkarlıq və vəzifəsini yetərincə yerinə yetirməmək iddiaları ilə həbs olundu. Bütün həbslərdə istifadə edilən ittihamlar və açılan cinayət işləri, həbslər, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və digər qanunsuz hərəkətlərlə bağlıdır. Lakin bir sıra müxalifət dairələri və tənqidçilər bu həbsləri siyasi motivli hesab edir. Onların fikrinə görə repressiya dalğasının əsas məqsədi hakimiyyətin mövqeyini gücləndirmək, potensial rəqibləri və tənqidçiləri susturmaqdır. Bu baxımdan həbslər yalnız hüquqi müstəvidə yox, həm də siyasi strategiya kimi qiymətləndirilir. Keçmiş liderlər, milli qəhrəman tituluna malik hərbçilər və müxtəlif fəallar nümunə göstərilərək digər potensial rəqiblərin diqqəti yayındırılır və qorxu mühiti yaradılır. 2025-ci il Ermənistanda həm də bəzi iş adamlarının həbsi ilə də yadda qalacaq. Ən böyük rezonans doğuran məsələ isə Rusiyalı iş adamı Samvel Karapetyanın həbsi və onun Ermənistan elektrik şəbəkəsi şirkətinin əlindən alınmasıdır. Karapetyanın həbsi onun həm Rusiyanın adamı, yəni Kremlin təsir rıçağı olması, həm də Paşinyan kilsə qarşıdurmasında ruhaniləri müdafiə eləməsi, dəstəkləməsi göstərilir. İş adamı dövlət çevrilişinə çağırış eləmək və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olundu. Onun şirkəti isə milliləşdirildi. Eyni zamanda Karapetyanın holdingində böyük vəzifə tutmuş Vaginak Kazaryan, yəni Taşır Pizza zəncirinin direktoru da həbsə göndərilib. Karapetyanın açıqlamaları və dini institutlarla bağlı mövqeyi, onun üzərinə yönəlmiş həbslərin və milliləşdirmənin arxasında siyasi sifariş ola biləcəyi iddia edilir. İşin maraqlı tərəfi də odur ki, bir il ərzində bu qədər ciddi həbslər, repressiyalar dalğası beynəlxalq media və qərb dövlətləri tərəfindən hələ də geniş, sistemli və davamlı şəkildə pislənməyib. Düzdür, bəzi dini və insan hüquqlarının müdafiəsi təşkilatlarının nəzərə çarpmayan bəyanatları olsa da, sərt sanksiya, diplomatik təzyiq, Avropa İttifaqı parlamentarilərinin gündəminə düşmə, siyasi tribunalarda tənqidlər gözə dəymədi. Bu isə Cənubi Qafqaz regionuna Qərbin uzun illər yürütdüyü ikili standartlar iddiasını daha da güclü və real edir. Qərbin və ona bağlı institutların, siyasi qurumların, beynəlxalq təşkilatların susqunluğu və laqeydliyinin əslində bir neçə səbəbi var. Birincisi, Qərb üçün Ermənistan Rusiyaya qalib gələcəyi, geosiyasi oyun və planlarını rahat quracaq bir məkandır. Baş nazir Nikol Paşinyan hökumətinin də bu zəncirin bir halqası olması susqunluğun səbəblərindən biridir. Qərb yönümlü siyasət yürüdən, hər ötən gün Kremldən uzaqlaşan Nikol Paşinyan Qərbin siyasi dairələri üçün daha əlverişli sayılır. Digər tərəfdən bu məsələdə də xristian təəssübkeşliyini göstərə bilərik. Çünki Qərb ictimai rəyində Ermənistan xristian ölkə, Şərqin xristian qalası, Müsəlman dənizində kiçik xristian ada obrazı ilə simvolikləşir və bu səbəbdən də dini qardaş olan ölkəyə sərt təzyiq ictimai zəmində özümüzdən olanı baltalamaq kimi qəbul olunur. Buna görə də Ermənistanın tənqidi Qərbdə bir sıra hallarda ideoloji narahatlığa səbəb olur. Bundan əlavə, Qərbin siyasi elitasında da belə bir sentimental
orbital baxış formalaşıb. Ermənistan qədim xristian mədəniyyətinin daşıyıcısı kimi təqdim edilir və bu Ermənistana münasibətdə avtomatik simpatiya yaradır. Bunun müqabilində Azərbaycan və regionun digər müsəlman ölkələri Qərb auditoriyasında daha soyuq və neytral qəbul olunur. Bu emosional simvolizm bəzən diplomatik qərarların qeyri-obyektiv formalaşmasına təsir göstərir. Qərbin susmasının digər səbəblərindən biri də geosiyasi faktordur. Qoca qitədə belə düşünürlər ki, Rusiyanın təsirindən uzaqlaşan Ermənistana qarşı sərt ritorika onun yenidən Moskvanın orbitinə qayıtmasına şərait yarada bilər. Digər faktor isə diaspor şəbəkəsi ilə bağlıdır. Erməni diasporu Amerika Birləşmiş Ştatları və Avropada xüsusilə aktivdir və ölkələrdə media, akademik institutlar və siyasət çevrələrində ciddi təsirə malikdir. Bu da Ermənistan hakimiyyətinin repressiyalarının beynəlxalq aləmdə gündəmə gətirilməsini əngəlləyə bilər. Bununla yanaşı qeyd eləyək ki, 2025-ci ilin 29 noyabr tarixində Azərbaycanda müxalifətin nümayəndəsi Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməllər ittihamı ilə həbsə göndərilməsi bir sıra beynəlxalq insan haqları təşkilatları və qərb parlamentlərindən olan siyasətçilər tərəfindən dərhal tənqid edildi. Avropa strukturları, beynəlxalq media dərhal reaksiya verdi. Bu da Qərbin ikili standartlarından, iki üzlü siyasətindən xəbər verir. Azərbaycan müstəqilliyini əldə elədikdən sonra bu siyasətlə üzləşir, bu məsələdə ikili standartlara məruz qalır. Azərbaycanda müxalifətçi və ya ictimai fəalın saxlanılması dərhal beynəlxalq kampaniya, bəyanatlar silsiləsinə, media hücumlarına və bəzən sanksiya çağırışlarına səbəb olur. Bu selektivliyi göstərir ki, Qərbin Azərbaycandakı siyasi prosesləri reaksiyası prinsiplərlə deyil, siyasi maraq və regional kalkulyasiyalarla idarə edilir. Bunun səbəbi isə ölkənin müstəqil siyasət yürütməsi və heç bir orbitə daxil olmamasıdır. Ancaq Ermənistan nümunəsində kilsə xadimləri, dini liderlər, müxalif ruhani və ictimai fəalların həbsinə bu cür rezonans, bu cür davamlı və sistemli reaksiya demək olar ki, yoxdur. Bu, heç olmasa ikili sualı təbii olaraq qoyur. Niyə Qərb, insan haqları institutları, Avropa parlamentləri bu hadisələri Azərbaycandakı kimi görmür? Niyə bu repressiyalara qarşı sistemli kampaniya başlatmır? Əgər prinsip Avropa dəyərləri, demokratiya, insan haqlarıdırsa, niyə bu dəyərlər yalnız bəzi ölkələrə aid edilir? Bu vəziyyət regional siyasətin reallığını, geosiyasi maraqları, identik mədəni dini bağlantıları və lobbi təsirlərini göstərir. Bəzən rəsmi siyasət təhlükəsizlik, strateji balans, geosiyasət, dövlətin sabitliyi, insan haqları prinsiplərindən üstün tutulur. Bundan əlavə Ermənistanın xristian ölkəsi olması, diaspor və lobbi qrupu sayəsində Qərbdə simpatik görüntü yaratması Azərbaycana qarşı reaksiya ilə müqayisədə onu qorunan mövqeyə yerləşdirir. Bu isə nəticədə seçmə ədalət, ikili standart və susqunluq kimi büruzə verir. Qərb üçün Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və regional sabitlik baxımından strateji aktordur. Buna görə insan hüquqları məsələsi Qərbin əlində tez-tez siyasi təzyiq alətinə çevrilir. Ermənistanla münasibətdə isə belə enerji və logistik rıçaqlar yoxdur, yəni Qərbin təzyiq üçün vasitə kimi istifadə edəcəyi sferalar məhdud olduğundan tənqid də formal olur. Nəticədə demokratiya və hüquq anlayışları universallığını itirir. Qərbin obyektivliyi isə sual altına düşür. Bu yanaşma həm region xalqlarında Qərbin ədalətinə inamsızlıq yaradır, həm də Qərbin öz dəyərlərini siyasi mübarizə vasitəsinə çevirdiyini göstərir. Beləliklə, 2025-ci ildə Ermənistanda həbs edilən və məhkum edilmiş şəxslərin siyahısı belədir. 13 nəfər siyasi xadim, kilsə nümayəndələri və Qalstanyan işi üzrə həbs edilənlər 31 nəfər, mülki şəxslər isə 7 nəfərdir.